həm match, həm many bunları öyrənək ki, ümumiyyətlə həm match, həm many, həm a lot of. Bir də soruşum, səsim rahat gəlir? Okay, çünki bəzən bilirsən iki dəfə danışıram. Həm match, həm many, həm a lot of üçü də çoxlu deməkdir, düzdür? Sadəcə bunlardan bir dənə nəyi yadımızda saxlayacaq? Bir dənə yadımızda saxlayırıq ki, əgər nəyimisə yoxdur deyiriksə, çoxlu bir şeyin olmadığından danışırıqsa, o zaman biz a lot of işlədə bilmərik, okay? Okay. Qalan da danışıqda çox da belə dərinə gedərək də, ay burada hansı olacaqdı, ay burada hansı olacaqdı, bunlara o qədər də fikir vermirik. Siz sadəcə ayıra bilmirsiniz, harda hansı olsun, harda match, harda many olsun, düzdür? Sadəcə tələffüz eləyəndə bir dənə baxın, görün hansı daha qəşəng çıxırsa, orada onu işlədin ki, həmişə belə olacaq. Sadəcə tələffüzdə görün hansı daha qəşəng çıxır. Match dedikdə mi daha qəşəng olur, many dedikdə mi daha qəşəng olur? Sadəcə o lazımdır. Oturub da saatlarla qayda əzbərləsək, nə match, nə də many bizim yadımızda heç vaxt qalmaz. Amma tələffüz eləyəndə baxıram, okay, və bunu evdə praktik eləyəcəksiniz də, təbii ki, baxırıq, qulaq asırıq. Hansı daha qəşəng çıxır? Və yaxud listingləri sizə verirəm, onları elə bilə qulağa taxıb dinləmirik də, həm də alt yazı ilə baxırıq ki, hansı daha, yəni hansını daha çox görürük. Zaten bir şeyi 14 dəfə görsək yadımızda qalacaq. Bu dəqiqdir. Okay? Bir dənə buna tələffüzdə fikir veririk. Əgər match qəşəng səslənirsə match deyirik, yox əgər tələffüzdə many daha qəşəng səslənirsə many-ni istifadə edin. Yaxşı?